Bismillahirrahmanirrahim. İnsanın imanına, əxlaqına, elminə, davranışına, tərbiyəsinə, mədəniyyətinə təsir edən ən mühüm amillərdən də biri insanın ətrafında olan insanlar. Ətrafında olan insanlar dedikdə, yəni gündəlik kimlə oturub durduğu, kimlə həmsöhbət olduğu, kimlə məclisdə iştirak etdiyi, kimlərlə yol yoldaş olduğu bu cür insanlar insana həm mənfi, həm də müsbət təsir edə bilər. Dediyimiz ünsürlərə, yəni imanına, təqvasına, elminə, davranışına, mədəniyyətinə, əxlaqına həm müsbət, həm də mənfi təsir edə bilər. Ona görə insan gərək diqqətli olsun ki, onun ətrafında olan insanlar gərək ona bu cür məsələlərdə mənfi təsir edən yox, müsbət təsir edən şəxslər olsun. Allah Rəsulü Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləmdən nəql olunan hədislərin birində buyurur, bir gün Həzrəti İsa əleyhissalamın həvariləri, yəni sahabələri Həzrəti İsa əleyhissalama belə buyurdular ki, ya Ruhəllah, ey Allahın ruhu. Yəni Həzrəti İsa əleyhissalamın ləqəblərindən biri Ruhullah olub, Allahın ruhu. Biz kimlərlə oturaq duraq? Yəni kimlərlə yoldaşlıq edək, kimlərlə həmsöhbət olaq, kimlərlə yol yoldaşı olaq, danışaq, kimlərlə bir məclis quraq? Həzrəti İsa əleyhissalam buyurur, deyir, birinci o şəxs ki, sən onu görəndə o şəxs sənə Allahı xatırladar. Yəni onun əməli gözəl olar, danışığı gözəl olar, davranışı gözəl olar. Yəni o insan elə bir gözəl əməl sahibi olar ki, gözəl davranışı olar ki, sən onu görəndə Allahı xatırlayasan. İkinci, Həzrəti İsa əleyhissalam buyurur ki, o şəxslə oturun durun ki, onun elmi sizin elminizə əlavə olunsun. Yəni elmli şəxslə oturub durarsansa, onun elmindən nə isə əldə edərsən. Amma cahil insanla oturub durub həmsöhbət, yol yoldaşı olarsansa, ondan nə isə elm öyrənmiş olmarsan. Amma elmli insan belədir ki, o ilə həmsöhbət olduqda, yol yoldaşı olduqda, bir məclisdə iştirak etdikdə onun elmindən nə isə əldə edərsən. Üçüncü, Həzrəti İsa əleyhissalam buyurur ki, o şəxslə oturdur, o şəxslə bir məclis qur ki, o şəxsin əməli, yəni danışığı yox, o şəxsin əməlinin özü sənə axirəti rəğbətləndirsin. Yəni dediyimiz kimi o gözəl əməl sahibi olsun, əməli salih olsun, elə əməllər görsün ki, sən onu görəndə, onun əməlini görəndə sən axirət yadıva düşsün. Hər bir insan bu cür məsələlərdə gərək diqqətli olsun ki, ətrafında olan insanlar onun imanına, davranışına, əxlaqına mənfi yox, müsbət təsir edən şəxslər olsun.